Bu Maduro'nun idarə etmədə savadsızlığından və s. danışdıq. Eyni zamanda ritorikasında da verdiyi bəyanatlarda da o savadsızlıq hissi olunurdu. Əvvəl dedi ki, gücünüz çatırsa gəlin götürün, mən buradayam, vaxt itirməyin, qorxmuram sizdən, cəsarətiniz varsa o addımı atın, ABC-yə belə deyək. Sərt ritorika tutub aparıblar, orada da deyir ki, Happy New Year deyir o şeylərə də. Yeni iliniz mübarək. Yəni bu... Yəni açıqcası bu da onun savadsızlığının təzahürlərindən biri idi məncə. Özün belə o qədər gülünc vəziyyətə salması. Baxın, Lenin savadlıydı. Düzdür? Lenin SSR-ni qurdu. Amma Stalin Özbəkistan at oğlusuydu. Savadsız idi. Düzdür? Yol kəsən, quldur və s. Ona görə ancaq repressiya eləmək. Ona görə repressiya elədi. Neynədi? 30 milyon yaxın insanın həyatından oynadı. Taleyini həll elədi. Tamamilə belə kökündən məhv elədi. Bu nəyi göstərdi? Bu savadsızlığın nəticəsidir. Amerika Birləşmiş Ştatlarında repressiya oldu mu? Olmadı. Amerika Birləşmiş Ştatlarında savadlı insanlar hakimiyyətə gəldilər. Onlar dövləti qurdular, dövləti inkişaf etdilər. Baxın, Avropa ölkələrində repressiya var idi, olmamışdı. Düzdür? Yaxşı, indi bir dənə sual verim. Mao Zedong hakimiyyətə gələndə təxminən 30 milyona qədər insan da orada repressiyanın qurbanı oldu. Niyə? Çünki Mao Zedong savadsız idi. Bəli, savadsız idi.